Herkese salam kızlar. Akşamınız xeyirli, gününüz uğurlu olsun inşallah. Necəsiniz? Ümidvaram ki, hər biriniz yaxşısınız. Bugün alışveriş eləmişdim. Dedim sizlər üçün də çəkim paylaşım, nələr aldığımı hər birini sizlər üçün də paylaşmaq istədim. İlk növbədə nədən başlayaq? Burada çoxlu kosmetik məhsullardır. Özümə və yaxud da zapasa almışam ki, hədiyyəlik kiməsə hədiyyə edərəm. Belə. Kızlar, ilk növbədə burada 2 dənə Rexona almışam. Zapasda olan məhsulları əlavə edəcəm. Daha sonra isə belə bir gözəl ten paleti almışam. Belə bir gözəl yenə ten paleti almışam. 2 dənə hədiyyəlik üçün gözəl bir fikirdir. Sonra mənim vazgeçilməz olan laynerlərim. Layner nə qədər də istifadə etsəm gözüm doymur. Ona görə də 3 dənəsini aldım. Yəqin ki, kiməsə hədiyyə eləyərəm, qalanını da istifadə edərəm. Daha sonra bir dənə belə tuş almışam. Maybelline markasına ait. Belə bir pambıq almışam. Daha sonra isə belə bir daraq almışam. Bunu da zapasda olan məhsullara əlavə edəcəm, istifadə edəməyəcəm. Belə bir ətir aldım. Bu da zapasda olan məhsullar üçündür. Daha sonra isə belə bir tonal krem almışam. Bu da çox gözəldir. İkinci səfərdə istifadə edirəm. Bunu da zapasda olan məhsullara əlavə edəcəm. Belə üzümə köpüyü almışam. Bu da gözəldir. Belə bir sponjiklər almışam. Belə bir üz üçün serum almışam. Vitamin C tərkibi. Bunu da zapasda olan məhsullara əlavə edəcəm. Daha sonra isə qızım üçün belə saç spreyi və belə bir saç şampunu almışam. Bunları da zapasa əlavə edəcəm. Belə bir dəftər xoşuma gəldi, aldım. Dedim ki, sizlər üçün gündəlik paylaşımları yazaram, saatlarla paylaşaram. Bir də belə sunumluqlar aldım. 2 dənə aldım. Bunları da çox sevərək aldım. Yəni çox gözəl idi və qiymətləri də çox münasib idi. Belə bir tutqac. Bunu da zapasa atacağım. Belə bir şpilka bizi ne kadar alırsan al yine şpilka ödemir. Belə bir paraşoklar aldım. Bunları da xalça yumaq üçün aldım. Təbii ki, paltar yumaq üçün yox. Və çox gözəl bir fincanlar qarşıma çıxdı. Yəni çox gözəl idilər. Dəhşət bəyəndim. Ona görə də 6 dənəsini götürdüm. İndi bilmirəm qonaq üçün istifadə edəcəm. Çox güman ki, gözümüzdə belə çoxdur deyə yəqin ki, qonaq üçün istifadə edərəm. Sonra isə belə bir gözəl dəst aldım özüm üçün evdə giyinməyə. Bunun da qiyməti çox münasib idi. Endirimə düşmüşdü. Cəmi cümlətəni 10 manat idi. Yəni bunu da aldım ki, evdə falan giyinib edərəm. Belə qızlar, bugünkü vlogumda bura qədərdir. Məni sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. İnşallah uzun videolar daha gələcək. Hər birinizi çox sevirəm. Hələlik.